Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəri Binəqədi yolu üstündən 92, 91, 41 nömrəli marşrutlarından 200-250 metr məsafədə 4 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət biləsin. Sona qədər izləyin ki, vaxtında sizə məlumatlarını verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bu ev yaşayışlı bir evdir. Ev həqiqətən otaqlarda geniş, tam təmirli bir evdir. Bir dənə evin həyətyanı sahəsinə, çöl hissəsinə əl gəzdirilməlidir, rəylənməlidir. Qalan amma evin için təmiri qaydasında, yəni hər şey ideal vəziyyətdə təmir olmuş bir evdir. Evin yan tərəflərinə bax belə keçmək mümkündür. Kəmərləri atılıb göz qabağındadır. Arxasına belə qədər keçmək mümkündür. Ev işıqlı evdir. Demək, hörmətli izləyicilər, təqdimatda sizə evin içini çəkəndə otaqlarına tam rahat evin içinə işıq düşür. Həyətyanı sahəsi də gördüyünüz kimi tam etdaşlardır. Həyəti hardasa təxminən 80-90 kvadrat olar, rahat 2 dənə maşın daxil ola bilər. Kanalizasiya, qaz, su, işıq hamısı qoşulub, yəni hər şey qaydada mərkəzi xətdir. Keçən indi evin içi ilə tanış olağın. Demək, buradan daxil oluruq. Evin içinə daxil oluruq. Daxil olan ki, buradan görürsünüz, evin kürsüsü haradasa 7-8 daş olar. Ev tam hazır vəziyyətli, təmirli evdir. Açıq aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub. Bax, burada da pləkanlar gördüyünüz kimi metallardan yığılıb ki, rahat təmizləmək mümkün olsun, silib təmizləmək mümkün olsun. Görürsünüz, buradan qalxırıq yuxarı. Evin qiyməti də münasibdir. Buradan keçən kimi sağ tərəfdə mətbəxdir. Mətbəxi bax geniş. Gördüyünüz kimi mətbəx mebellərindən kombi evin üstündə qalır. Bunu nəzərinizə çatdırın. Sağda burada bir uşaq otağıdır. Uşaq otağı da təxminən 9-10 kvadrat olar. Buradan keçirik qonaq otağına. Qonaq otağı eyni 4, uzunluğu 7. Qonaq otağı da həqiqətən çox geniş, ürək açan, əlverişlidir. Baxın. Pəncərələri də tam rahat evin içinə rahat işıq düşür. Evin də səlqə səhmanı göz qabağında, hörmətli izləyicilər. Ev hazır təmiri vəziyyətdədir. Burada bir 16 kvadratlıq 4-ün 4-ə böyük bir yataq otağıdır. Hər bir müştəri gəlib baxsa, evin genişliyini görə bilər. Sağda burada bir də belə bir uşaq otağıdır. Uşaq otağında deyəndə yataq otağıdır. Əslində bu 4 otaqlar həm uşaq otaqlar sayılır, 2 otaqlar. Qızda olanlara ayrılır, qız otaqları, oğlan otaqları ayrı olur. Yataq otağı geniş olur həmişə. Burada bir də gördüyünüz kimi bir sanuzeldir. Sanuzeldə görürsünüz səliqəli, səhman. Ev həqiqətən, bax bu ev necə satılıbsa elə də qalıb. Ev sahibi tam rahat, yəni evə baxıb həqiqətən. Evin təmiri, hər şey öz göz qabağında, yəni necə satılıbsa o vaxtdan 2-3 ildə bir ev satılıb. Evin elə bir yenə necə satılıb elə də qalıb. Ev həqiqətən çox gözəl vəziyyətdə, təmiri qaydasında olmuş bir evdir. Dəhlizi də genişdir, 1.50-1.60 olar. Bəlkə də çoxdur, hələ təxmini deyirəm. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmana köməkli göstərə bilərik. Instagramda, TikTokda, YouTube'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodlar götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Zəng vuran zaman bildirim işarəsi var, zınqırov bildirim işarəsi var. Onu da aktiv edin ki, yeni satışa çıxan evlərdən xəbərdar olasınız. Görürsünüz, bütün evlərin hər otaqlarından tam rahat evin içinə işıq düşür. Evin qiyməti də start qiymət kimi 107 mindir, 107 min. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 107 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halına da xeyir versin, Allah satana da. Amin.